Deməli dostlar, mən sizə yeni gələn balıqları akvariuma necə alışdıra bilərsiniz, o haqqda məlumat vermək istəyirəm. Deməli, yeni balıq gətirmisiniz və akvariumunuza keçirmək istəyirsiniz. Deməli, bunun iki yolu var. Ola bilər kimdəsə ola bilər, kimdəsə olmaya bilər. Mən iki yolda başa salıram. Deməli, birinci yol hava filtrinin şlankıdır ki, onun başına kiçik krancıq taxırsınız və yeni gətirdiyiniz balıqları su ilə bir yerdə bir qaba töküb, həmin o şlankı akvariumunuza yerləşdirib, krancığı açaraq damcı və yaxud da kiçik həcmli axıntı ilə balıqları o suya alışdıra bilərsiniz. Bu təxmini mənim məsləhətim 1 saat çəkməlidir. İkinci üsul isə siz deməli hər 30 dəqiqə ərzində həmin o qaba öz akvariumunuzdan bir stəkan hər 5 dəqiqədən bir tökməlisiniz. Yarım saatdan sonra artıq balıqlarınızı yerləşdirə bilərsiniz. Yəni bu çox rahat üsuldur. Yəni digər üsul ola bilər ki, kimdəsə ehtiyac ola bilər, edə bilməz. Təşəkkürlər dostlar.